Salam dəyərli izləyicilər. Bugünkü mövzumuz dünya siyasətində mühüm hadisələrindən biri. Donald Trump və Vladimir Putin arasında dünən baş tutan telefon danışığıdır. Bu söhbət sadəcə iki lider arasında adi bir telefon əlaqəsi deyil, qlobal geosiyasi vəziyyətin dəyişdiyini göstərən mühüm bir hadisədir. Niyə bu mövzu bu qədər aktualdır? Çünki bu danışıqlar Ukrayna müharibəsinin gedişatına təsir edə bilər, Qərbin Rusiyaya qarşı siyasətində dönüş nöqtəsi yarada bilər və Amerika Birləşmiş Ştatlarının beynəlxalq rolunu yenidən müəyyən edə bilər. Putin bu görüşdən nə qazandı? Trump hansı nailiyyət əldə etdi? Ukrayna və Avropa üçün bunun nəticələri nə olacaq? Bu suallara cavab tapmaq üçün dərin təhlil aparacağıq. Obyektiv, hərtərəfli və peşəkar təhlil üçün diqqətiniz bizdə olsun. Hazırsınızsa başlayaq. Donald Trump və Vladimir Putin arasındakı söhbət biraz əvvəl də dediyim kimi sıradan bir diplomatik hadisə deyil. Bu qlobal geosiyasətdə ciddi dəyişikliklərin bir göstəricisidir. Danışıqların nəticəsində heç bir tərəf əvvəlcədən istədiyini tam olaraq əldə etməsə də, Moskva şübhəsiz ki, daha çox manevr etmək imkanları qazandı. Bu təhlildə biz qismən atəşkəslə bağlı razılaşmaların arxasında nələrin dayandığını, bunun Ukrayna üçün hansı nəticələrə gətirib çıxara biləcəyini və bu görüşün niyə göründüyündən daha vacib olduğunu araşdıracağıq. Yeni geosiyasi reallıq. Moskva oyuna qayıdır. Trumpın zənginə qədər Vladimir Putin beynəlxalq izolyasiya vəziyyətində idi. 2022-ci ildən bəri Rusiya prezidenti Qərb liderləri ilə birbaşa əlaqədən qaçırdı. Moskvanın təsirinin minimal olduğu Birləşmiş Millətlər Təşkilatı platformaları isə yeganə diplomatik ünsiyyət məkanı idi. Trumpın Putinə zəng etməsi Kremlin diplomatik uğuru kimi qiymətləndirilə bilər. Çünki bu zəng Moskvanın Vaşinqtonla birbaşa əlaqə qurmaq imkanına sahib olduğunu göstərdi. Üstəlik, Rusiya bu dialoqu sadəcə Ukrayna münaqişəsinin tərəfi kimi deyil, qlobal təhlükəsizlik və Orta Şərq kimi geniş miqyaslı mövzuları müzakirə edən əsas oyunçu kimi aparmağı bacardı. Bu isə Kremlin beynəlxalq arenada təsir gücünü bərpa etməsi üçün mühüm bir siqnaldır. Əsas nəticə Putin üçün bu zəng sadəcə diplomatik ünsiyyət deyil, həmçinin beynəlxalq ictimaiyyətə verdiyi güclü mesaj idi. Rusiya Avropa paytaxtlarını kənara qoyaraq birbaşa Vaşinqtonla danışıq aparmaq imkanına sahib olduğunu nümayiş etdirdi. Bu, Kremlin öz şərtlərini diktə etmək cəhdinin bir hissəsidir. Son aylarda Çin və bəzi Orta Şərq ölkələri Moskva ilə əməkdaşlığı davam etdirib və bəzi hallarda onun mövqelərini dəstəkləyən neytral yanaşma sərgiləyib. Bu kontekstdə Putin-Trump telefon danışığı Kremlin beynəlxalq mövqelərini daha da möhkəmləndirən mühüm bir siqnal kimi qəbul edilə bilər. İkincisi, Trump sadəlövhkəsinə inanır ki, o özünün dediyi kimi bu çox dəhşətli müharibəni dayandıra bilər. Bu onun ümumi danışıqlar aparma tərzinə uyğundur. O, özünü sülhməramlı vasitəçi kimi aparmağa çalışır və böyük siyasi razılaşmalar əldə etməyə qadir böyük siyasətçi kimi göstərmək istəyir. Ancaq reallıqda bu razılaşma ABŞ üçün olduqca əlverişsiz oldu. Gəlin tərəflərin əldə etdiklərini nəzərdən keçirək. Putin cəbhədə fasilə əldə etdi. Bu, Rusiyaya qüvvələrini yenidən qruplaşdırmaq,
müdafiəni gücləndirmək və əlavə səfərbərlik tədbirlərini görmək üçün vaxt qazandıracaq. Həmçinin Putin enerji infrastrukturuna zərbələrin müvəqqəti dayandırılmasına da nail oldu. Yadınızdadırsa, Ukraynanın son aylar Rusiyanın enerji infrastrukturuna təşkil etdiyi hücumlar Rusiya üçün çox ağır fəsadlar verirdi. Bu həmçinin Kreml üçün xüsusilə yay hərbi kampaniyalar öncəsi mühüm bir məsələdir. Putin, Qərbin Ukraynaya hərbi yardımını azaltmaq məsələsini gündəmə getirdi. Hələlik bu rəsmi qərar olmasa da, bu mövzunun müzakirə olunması belə Moskvanın xeyrinədir. Keçək Trumpın qazanclarına. Trump sülhə doğru ilk addım elanını səsləndirmək imkanı əldə etdi. Reallıqda bu kiçik uğurdur, çünki real müharibənin dayanmasına gətirib çıxarmır. Trump Putindən Ukraynanın enerji sisteminə hücumları 30 gün dayandırmaq vədi aldı. Lakin bu vəd başqa hərbi hücumların olmayacağı demək deyil. Trump özünü böyük siyasətçi, danışıqlar aparan lider kimi göstərmək fürsəti qazandı. Reallıqda isə Trump Kremlin oyununa daxil oldu və Putin bu danışıqlardan öz maraqları üçün çox gözəl istifadə etdi. Beləliklə, Putin köhnə taktikasını davam etdirir. Kompromisə hazır olduğunu görüntüsünü yaradır, amma əslində real heç nə vermir. Trump isə ya bunu anlamır, ya da öz diplomatik uğuru kimi göstərmək üçün bilərəkdən güzəştlərə gedir. İndi isə telefon danışığının Ukraynaya təsirini təhlil edək. Görünən odur ki, Kiyev çox çətin bir vəziyyətə düşüb. Bir tərəfdən Ukrayna açıq şəkildə Trumpı tənqid edə bilmir. Çünki ABŞ onun əsas müttəfiqidir. Amma digər tərəfdən Kiyev bu danışıqların Moskvanın xeyrinə işlədiyini anlayır. Sual oluna bilər ki, niyə bu danışıqlar Ukrayna üçün təhlükəlidir? Rusiya qoşunlarının işğal etdikləri Ukrayna ərazilərdən tam çıxarılması ABŞ-Rusiya danışıqlarında mövzu olmalı ikən qismən atəşkəs şərtləri müzakirə edildi. Moskva danışıqların əsas aksentini öz istəyinə uyğun dəyişə bildi. Putinin 30 günlük atəşkəsə şifahi razılıq verməsi Kremlə şərait yaradır ki, o hər tərəfə sülh prosesinin getdiyini bəyan etməyə imkan verir. Döyüşlər davam edərsə, bunun günahkarı kimi Kiyevi göstərəcək. Qərbin dəstəyinin azalması riski. Əgər Trump və Putin arasında aparılan danışıqlar uzun müddət davam edərsə və atəşkəs ehtimalı gündəmdə qalarsa, bəzi qərb ölkələrində Ukraynaya hərbi yardımın davam etdirilməsinin məqsədə uyğunluğu sual altına düşə bilər. Bu, xüsusilə də müharibədən yorulmuş ictimai rəyin formalaşdığı Avropa ölkələrində və ABŞ-da Ukraynaya ayrılan maliyyə və hərbi resursların azalmasına səbəb ola bilər. Beləliklə, göründüyü kimi, Ukrayna çətin dilema qarşısındadır. Bir tərəfdən ABŞ-ın əsas müttəfiqi olaraq Vaşinqtonun vasitəçiliyi ilə aparan danışıqları açıq şəkildə rədd edə bilmir. Digər tərəfdən Kiyev anlayır ki, bu prosesin uzanması Kremlin maraqlarına xidmət edir. Ukraynanın əsas vəzifəsi indi təşəbbüsü əldən verməmək, danışıqları tamamilə Moskvanın şərtləri üzərində qurulmuş bir prosesə çevrilməsinə imkan verməmək və beynəlxalq dəstəyi qoruyub saxlamaqdır. Təhlilin əvvəlində də dediyim kimi, bu telefon danışığı yeni geosiyasi mərhələyə qədəm qoyuldu bu telefon danışığı ilə. Vəziyyət 3 əsas ssenari üzrə inkişaf edə bilər. Birinci ssenari. Moskva Ukraynaya silah tədarükünün azaldılmasını və Qərbin kəşfiyyat dəstəyinin məhdudlaşdırılmasını tələb edəcək.
paralel olaraq Avropaya iqtisadi təzyiqləri artıraraq sanksiyaların yumşaldılmasına nail olmağa çalışacaq. İkinci senari. Danışıqlar davam edir. Bu da Ukraynanı daha mürəkkəb seçim qarşısında qoyur. O, ya ağır şərtlərlə atəşkəsi qəbul etməli, ya da sülh prosesinə mane olan tərəf kimi göstərilmə riski ilə üzləşir. Üçüncü senari. Kreml prosesi uzadır, lakin real güzəştlərə getmir. Müharibə davam edir, lakin Rusiya bu danışıqlardan Qərbə və Ukraynaya qarşı siyasi təzyiq vasitəsi kimi istifadə edir. Rusiyanın davranış modellərini nəzərdən keçirsək, görərik ki, bu sonuncu senari daha realdır. Amma yenə də hansı senarinin gerçəyə çevriləcəyini yaxın zamanda görəcəyik. Ancaq bir şey aydındır. Bu danışıqlar təkcə diplomatik jest deyil, yeni geosiyasi dövrün başlanğıcıdır. Beləliklə ümumiləşdirək. Danışıqların bu mərhələsində Rusiya diplomatik və strateji qələbə çaldı. Bu telefon danışığı Moskvanın beynəlxalq səviyyədə tanınmasını möhkəmləndirdi. Putin uzun müddətdir izolyasiyada olduğu Qərblə birbaşa dialoq aparmaq imkanı əldə etdi. Müharibədə müvəqqəti fasilə qazanaraq Rusiya qüvvələrini yenidən qruplaşdırmaq və daxili vəziyyəti stabilləşdirmək üçün vaxt qazandı. Üstəlik, Kreml indi danışıqlar prosesində öz şərtlərini diktə edə biləcək bir mövqeyə sahibləndi. Bu mərhələni ABŞ-ın diplomatik uğursuzluğu kimi qiymətləndirmək daha düzgün olar. Trumpın əsas məqsədi müharibəni dayandırmaq və özünü sülh məramlı lider kimi göstərmək idi. Lakin əldə edilən nəticələr bunu təsdiqləmir. O, real atəşkəsə nail ola bilmədi. Əvəzində isə Putinə beynəlxalq siyasətə qayıtmaq və Rusiya üçün əlverişli şərtlər formalaşdırmaq şansını verdi. Bu isə ABŞ-ın Ukraynaya verdiyi dəstəklə bağlı suallar doğura bilər. Bu danışıqlar Ukraynanı çətin seçim qarşısında qoydu. Kiyev bu danışıqlardan kənarda qalsa da, onların nəticələri birbaşa Ukraynanın gələcəyinə təsir edəcək. Bir tərəfdən Qərbin təzyiqi altında olduğu üçün diplomatik proseslərə açıq qalmalıdır. Digər tərəfdən Ukraynanın uzunmüddətli təhlükəsizliyi hələ də təmin olunmayıb. Əgər danışıqlar uzanarsa və Rusiya bundan siyasi alət kimi istifadə edərsə, Ukraynanın strateji mövqeyi daha da çətinləşə bilər. Avropaya gəldikdə isə o gözləmə mövqeyi tutmaq məcburiyyətindədir. Avropa İttifaqı və NATO üzvləri bu danışıqlara ehtiyatla yanaşır. Hazırda rəsmi Brüssel və Avropa paytaxtları bu prosesi diqqətlə izləyir, lakin hələ konkret addımlar atmağa hazır deyillər. Qərb ölkələri arasında Rusiyaya qarşı siyasətin yumşaldılması ilə bağlı fikir ayrılıqları artarsa, bu gələcəkdə Avropanın daha vahid mövqe sərgiləməsini çətinləşdirə bilər. Göründüyü kimi, Trumpın təşəbbüsü ilə baş tutan bu telefon danışığı Putin üçün diplomatik qələbə oldu. ABŞ və Qərb üçün isə yeni suallar doğurdu. İndi əsas məsələ bu danışıqların nə qədər uzunmüddətli təsir göstərəcəyidir. Rusiya bunu öz maraqlarına uyğun istifadə edə biləcəkmi? ABŞ və Qərb Ukraynanı dəstəkləməyə davam edəcəkmi? Bütün bunların cavabı yaxın zamanda bəlli olacaq. Bəs sizin fikriniz nədir? Əziz izləyicilər, bu telefon danışığının uzunmüddətli təsirləri nə olacaq? Sizcə hansı ssenari daha realdır? Bu danışıqlar Ukrayna müharibəsinin gedişatına təsir edəcəkmi? Yoxsa bu sadəcə Moskvanın öz mövqeyini gücləndirmək üçün istifadə etdiyi bir diplomatik gedişdir? Fikirlərinizi bizimlə bölüşün. Sizcə bu danışıqlar dünyada yeni geosiyasi balansın formalaşmasına gətirib çıxaracaqmı? Gəlin müzakirə edək.